Salam değerli abituriyentler. Bu dəfəki izahımız isimlərin yazılışı və tələffüzü mövzusu üzərində olacaq. 1. Bu sözlərdən birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökünün son ecasındakı sait düşmür. Hal şəkilçisi artıranda və mənsubiyyət şəkilçisi artıranda düşən alınma sözlərdir. Hal şəkilçisi artıranda düşməyən, mənsubiyyət şəkilçisi artıranda düşən milli sözlərdir. Demək, hal şəkilçisi artıranda düşmürsə milli söz lazımdır bizə. A bəndində fikir alınmadı, olmaz. B bəndində burun millidir, olar. Hal artıranda düşmür. Doğru cavabımız B. C. Sinif alınma. D. Ömür alınma. E. Cisim alınma. Bunlar olmayacaq. Doğru cavab B. 2. Nümunələrdən birinə hal şəkilçisi yox, yalnız mənsubiyyət şəkilçisi artırdıqda söz kökünün son ecasındakı qapalı sait düşür. Yenə bizə milli söz lazımdır. Milli sözə hal şəkilçisi yox, saitlə başlanan hal şəkilçisi yox, mənsubiyyət şəkilçisi artıranda düşür. Doğru cavabımız C bəndi. Digər bəndlərdə zehin, sətir, ətir, cisim sözləri alınmadır. Ona görə bu sözlərə hal şəkilçisi artıranda sait düşümü olur kökdə. 3. Nümunələrdən birinə hal şəkilçisi yox, yalnız mənsubiyyət şəkilçisi artırdıqda söz kökünün son ecasındakı qapalı sait düşür. Yenə milli söz lazımdır bizə. Doğru cavab B bəndidir. Çin sözü. Ömür, sətir, səbir, qədir sözləri alınma sözlərdir. Bu sözlərə saitlə başlanan hal şəkilçisi artıranda da söz kökündəki sait düşəcək. Doğru cavab B. 4. İsimlərdən birinə saitlə başlanan şəkilçisi artırıldıqda ikinci ecadakı sait düşmür. Fəsil, fəsli düşür. B. Şərik, şəriki düşmə olmadı. B. Doğru cavabımızdır. Ömrü düşür. Ətri düşür. Səbri düşür. Doğru cavabımız B. 5. İsimlərdən birinə saitlə başlanan şəkilçisi artırdıqda ikinci ecadakı sait düşmür. A. Nəsil, nəsli düşür. B. İsim, ismi düşür. C. Ətir, ətri düşür. Nağıl, nağılı düşmür. D bəndi doğru cavabımızda şəkli düşür. 6. Cümlələrdən birinə saitlə başlanan şəkilçisi artırdıqda ikinci ecadakı sait düşmür. A. Sinif, sinifi düşür. B. Cisim, cismi düşür. C. Paxıl, paxıla I artırsaq və hər hansı bir şəkilçisi artırsaq saitlə başlanan düşməyəcək. Doğru cavabımız C bəndi. Fəsli düşür, ətri düşür. 7. Bu sözlərdən birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökünün son ecasındakı sait düşmür. Hal artıranda düşmür, mənsubiyyət artıranda düşür. Bu söz milli söz olmalıdır. C bəndində Çin sözü milli sözdür və hal artıranda düşmək, söz kökündə düşmə olmayacaq. Doğru cavabımız C. Şəkil, sətir, ömür, cisim alınma sözlərdir. Hal artıranda söz kökündə düşmə olur, sait düşmə olur. 8. Cümlələrdən birində xüsusi isimlərin yazılışında səhvə yol verilmişdir. A. Füzuli düz yazılıb. B. Araz, Kür düz yazılıb. C. Badamlı, isti su, mineral sulardır. Dırnaq içində böylə yazılıb. Doğrudur. D. Yer, günəş, səma cisimləridir. Xüsusi isimlərdir. Böylə yazılıb. Doğrudur. E. Alapaça, qırat, atın adıdır. Böylə yazılmalıdır. Böyük hərflə yazılmalıdır. Və səhvən kiçik hərflə yazıblar. Səhv yazıblar. Doğru cavabımız B-dir. Səhvə yol veriblər. 9. Cümlələrdən birində oğul isminin kökündəki U hərfi düşməməlidir. U nə zaman düşməz? Oğul milli söz olduğuna görə hal artıranda düşməz. Biz hal şəkilçisi artırılanı tapmalıyıq. A. Oğlun yaman dəcəldir, sənin oğlun. Mənsubiyyətdir, düşmə olmalıdır. B. Oğlum universitetdə oxuyur. Burada mənsubiyyətdir, mənim oğlum. Düşmə olacaq. C. Oğlun yaxşısı baş ucalıdır. Yaxşısı mənsubiyyətdir. Oğlun sözündəki un hal şəkilçisidir. Demək, burada olmamalıdır. Doğru cavab C. D. Oğlumuz, bizim oğlumuz mənsubiyyətdir. Düşmə olmalıdır. E. Oğlu bu il məktəbi qurtarır. Onun oğlu bu burada mənsubiyyətdir. Düşmə olacaq. Doğru cavabımız C. 10.
Cümlələrdən birində ağıl isminin kökündəki ı hərfi düşməməlidir. Ağıl sözü milli sözlərin qaydasına tabedir. Yəni hal artıranda düşmə olmaz, mənsubiyyət artıranda olar. Demək, halla olan sözü tapmalıyıq. A. Bu işdən ağlım bir şey kəsmir. Ağlım sözü mənim ağlım. Burada mənsubiyyətdir, düşmə olmalıdır. B. Ağlınız bizi heyran etmişdir. Sizin ağlınız mənsubiyyətdir, düşmə olmalıdır. Ağlı, kəmalı başında idi, C bəndində. Onun ağlı mənsubiyyətdir, düşmə olacaq. D bəndi. Ağlım kəsəndən mənim ağlım, burada da mənsubiyyətdir, burada da düşmə olacaq. E. İnsan hər bir işdə ağlı özünə yardımcı seçməlidir. Ağıl, burada ı təsirlidir, nəyi. Demək ki, burada düşmə olmamalıdır. Hal şəkilçisi artırılıb. Doğru cavab E bəndi. 11. Hallanarkən sözlərdən hansında bitişdirici samitlərdən istifadə olunur? Saitlə bitən sözlərdə. 2. Dərə sözü. 5. Meşə sözü. 4. Alma sözü. Və 7. Qaya sözü. Saitlə bitən sözlərdir və bunlara saitlə başlanan şəkilçi artıranda bitişdiricidən istifadə etmək lazımdır. Məsələn, dərəyə. Ə artırdıq, Y bitişdiricisindən istifadə etdik. Doğru cavabımız 2, 4, 5, 7. Yəni B bəndi. 12. Hansı sözə ancaq mənsubiyyət şəkilçisi artırıldıqda son hecadakı sait düşür? Yenə milli söz lazımdır bizə. Milli sözlərə aid qaydadır. Hal artıranda düşmür, mənsubiyyət artıranda düşür. A. Fikir alınma. B. Nəsil alınma. C. Oğul milli. Cavabımız C bəndi. D. Zehin alınma. E. Ətir alınma. Demək, doğru cavab C-dir. A, B, D, E alınma olduğuna görə həm hal, həm mənsubiyyət olmalıdır. Saitlə başlayan hal. Doğru cavab C bəndi. 13. Hansı cərgədəki isimlərin hamısına saitlə başlanan hər cür şəkilçi artırdıqda ikinci hecadakı sait düşür? Yəni, bizdən alınma sözləri tələb edir. Buna görə variantlara baxacağıq. Hansında milli sözlər varsa, o variantları çıxarır. A. Alın sözü millidir, çıxdıq. B. Oğul sözü millidir, çıxdıq. İlk milli sözə rast gəldik, çıxırıq ki, vaxtımız çox getməsin. C. Oğul sözü millidir, çıxırıq. D. Fəsil alınma, ətir alınma, ömür alınma, sinif alınma, fikir alınma. Doğru cavab D bəndi. E. Ağız sözü milli, E bəndini də çıxırıq. Doğru cavab D bəndi. 14. A, Ə saitləri ilə bitən isimlərdən hansı halda həmin saitlər qapalı saitlər kimi tələffüz olunur? Demək, qaydamıza görə yönlü hal şəkilçisi artıranda A, Ə saiti ilə bitən sözlərə A, Ələr qapalıya çevrilmiş olur. Məsələn, baba sözünə sait yönlü hal artıraq. Babaya. Olacaq babıya. Baba sözündəki ikinci sait A saiti I saitinə çevrilmiş olacaq. Doğru cavabımız D bəndi. 15. Cümlələrdən birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Oğul milli sözdür. Mənsubiyyət artıranda düşür, hal artıranda düşmür. Demək, mənsubiyyətlə olanları çıxırıq, hal olanı götürəcəyik. A. Oğlum universitetdə oxuyur. Mənim oğlum. Mənsubiyyətdir. A bəndini çıxırıq. B. Oğlun yaman dəcəldir. Sənin oğlun. Burada mənsubiyyətdir. B bəndini də çıxırıq. C. Oğlumuz şükür ağıllanıbdır. Bizim oğlumuz. Mənsubiyyətdir. Çıxırıq. D. Oğlun pisi yaxşısı. Oğlun sözündə burada un yiyəlik haldır. İkinci tərəf mənsubiyyətdir. Birinci tərəf yiyəlik haldadır. Demək, burada U düşməməlidir. Doğru cavab D bəndi. E.
Onun oğlu burada da mənsubiyyətdir. E bəndində də düşmə olmalıdır. Doğru cavab D bəndi. 16. Saitlə başlanan şəkilçi artırılanda son saiti düşən iki hecalı sözlər cərgəsini müəyyən edin. A. Nəsil, fəsil, ətir. Nəsli, fəsli, ətri. Doğru cavab A bəndi. Digər bəndlərə baxaq. B bəndində məsələn cahil sözü var, olmaz. C bəndində ahıl sözü var, olmaz. D bəndində təhsil sözü var, olmaz. E bəndində kömür sözü var, olmaz. Doğru cavab A. 17. Sonu eyni cinsli qoşa samitlə bitən sözlər hallandıqda ismin hansı hallarında səs düşümü baş verir? Bu qaydaya əsasən samitlə başlayan şəkilçi artırdıqda demək səs düşümü baş verir. Samitlə başlayan şəkilçilər də hansı hallardadır? Yerlik və çıxışlıq hallardadır. Dadə və dandən. Doğru cavab E bəndi. Məsələn, tutaq ki, deyirik xət də T samitinin biri düşəcək. 18. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. B. Sinif, sinifi düşür. C. Nəsli düşür. D. Şəkli düşür. E. Eybi düşür. A. Nağıl sözündə düşmə olmur. Doğru cavab A. 19. İsimlərdən birinə saitlə başlayan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Səbri A bəndində düşür. Ömrü B bəndində düşür. Fikri C bəndində düşür. Şəkli D bəndində düşür. Üfüqü düşmür. Doğru cavab E bəndi. 20. Hansı sözlərə hal yox, ancaq mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı sait düşür? Demək, bizdən hansı sözləri tələb edir? Milli sözləri tələb edir. 1. Boyun sözü. 2. Alın sözü. 4. Beyin sözü. 7. Burun sözü. 8. Oğul sözü. Doğru cavabımız D bəndi. 1, 2, 4, 7, 8 D. 21. Üstündə hansı rəqəm yazılmış sözlər hal yox, ancaq mənsubiyyət şəkilçisi qəbul edərkən ikinci hecadakı sait hissəsi itirir. Yenə bizdən milli sözlər tələb olunur. Bu qayda milli sözlərə aiddir. 2. Ağız. 3. Çiyin. 6. Beyin sözləri demək bu qaydaya aiddir. Yəni milli sözlərdir. Hal yox, mənsubiyyətlə kökündəki saiti düşürmüş olur. Doğru cavabımız D bəndi 2, 3, 6. 22. Hansı cərgədəki sözlərin hamısında sözün kökünə saitlə başlanan hal və mənsubiyyət şəkilçisi artırıldıqda kökün son saiti düşür? Demək, alınma sözlər tələb olunur bizdən. Doğru cavabımız A bəndi. Ətir, nəsil, fikir, sinif sözləri hamısı alınmadır və bunlara hal, saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri artıranda söz kökündəki sait düşür. Digər bəndlərə baxaq. B bəndində beyin sözü var, çıxırıq. C bəndində boyun sözü var, çıxırıq. D bəndində oğul sözü var, çıxırıq. Ağıl sözü də ora aiddir. E bəndində oğul sözü var, yenə çıxırıq. Doğru cavab A bəndi. 23. Hansı misrada bir söz kökdəki saitini itirmişdir? Niyə? 3 aylı qonaqdır bahar bizlərə. Gəl belə boynunu bükmə bənövşə. Boynunu sözündə sait düşümü var. İkinci misradadır. Səbəb də nədir? Öz boynunu mənsubiyyət şəkilçisi artırıldığına görə. Doğru cavabımız A bəndi. 24. Hansı cümlələrdə beyin sözünün kökündə i saiti yazılmamalıdır? Beyin milli sözdür.
hal yox, mənsubiyyət çəkiltisi artırılanda kökdəki son sait düşəcək. Demək, mənsubiyyət çəkiltisi olanları tapmalıyıq. Beyinin möcüzələri, beyinin sözü burada yiyəlik haldadır. Biri çıxırıq, birlə olan A bəndini çıxırıq, C bəndini çıxırıq. Sonra beynin yaxşı işləyir. Sənin beynin olacaq, burada mənsubiyyət olacaq. Yazılmamalı idi. 2-ni götürürük. D bəndini də çıxırıq. 2 ilə olan B bəndi var, bir də E bəndi var. 3. Beyinləri çox inkişaf edib. Bura saitlə başlanan şəkilçisi artırılmadığına görə 3-ü də götürmürük. B bəndini də çıxdıq. Qaldı E bəndi. Doğru cavab 2, 4. 4-ə baxaq. Bunları beynimdən çıxara bilmirəm. Beynim im burada mənsubiyyətdir və kökdəki son sait düşməli idi. 2, 4. Doğru cavab E. 25. Tələffüz formasında verilmiş hansı sözü yalnız çıxışlı hal şəkilçili söz kimi düşünmək olmaz? A. Vüqar ilhamdan 2 yaş böyükdür. İlhamdan. A-nı götürə bilmərik. Bir çıxışlı hal kimi. B. Dostumdan kitab aldım. Dostumla kitab aldım. Yəni dostumdan kitab aldım çıxışlı hal kimi, dostumla kitab aldım qoşma kimi düşünə bilərik. Doğru cavab B bəndi. Digərlərində qardaşımdan ötürü canımı verərəm çıxışlı hal kimi, yer üzündə insandan ali varlıq yoxdurdan çıxışlı hal kimi, E bəndi mən Vüqarın qolundan tutdum çıxışlı hal kimi götürülməlidir. Bu bəndlər olmayacaq. Doğru cavab B bəndi. 26. Yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən saiti düşən sözlərin işləndiyi cümlələri müəyyən edin. Yine milli sözlər lazımdır bizə. A bəndi daha doğrusu bir ana təmkinlə fikrini izah etdi, fikrini sözü alınmadı. Biri çıxırıq. 2. Bir saitdən ibarət hecanı yeni sətrə alınmadı. Sətrə sözü, sətrə keçirmək olmaz. Sətrə sözü alınmadı. 2-ni çıxırıq. 3. Xəfif külək əsdiyindən əli pencəyini çiyninə saldı. Çiyninə sözü millidir. 3-ü götürürük. 4. Bahar fəsli gələndə hər tərəf yaşıl dona bürünür. Fəsli sözü alınmadı. 4-ü götürmürük. 5. Şah qəzəbindən onun boynunu vurdurmaq istəyirdi. Boynunun sözü millidir. Götürürük 5-i. Doğru cavab 3, 5. 27. Zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Zehin alınma sözdür. Sol tərəfdə yazılıb təsiri halda olan isimdirsə, ikinci hecadakı sait düşmür. Təsiri hal şəkilçisi saitlə başlanan şəkilçisidir. Zehni sözündə kökdəki i saiti düşəcək. Burada deyir düşmür. 1-i götürə bilmərik. 2 hecalıdır. Cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Bəli. Demək, təsiri hal cümlədə xəbər ola bilmir. Doğru cavabın biri 2-dir. 3. Başda yazılıb adlı halda olan isimdirsə, mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Bəli, doğrudur. Adlı halda isim cümlənin mübtədası ola bilir. 3 də doğrudur. 4. Yəri halda olan isimlərdən ayrı işlənə bilməz. İşlənə bilər. Adlı halda olsa, demək, mənsubiyyət şəkilçisi ilə işlənsə də, mənsubiyyət şəkilçili sözlər yəli hallı sözsüz də işlənə bilər. Doğru da 4 də yanlışdır. Doğru cavabımız 2, 3'tü.